31-ci sual. Komitə qurmaq üçün 9 nəfər arasından 4 üzv seçmək lazımdır. Bu 9 nəfərin arasında 2 nəfər var ki, onlardan sadəcə birini seçmək olar. Bu şərtə riayət edərək neçə fərqli yolla komitəni qurmaq olar? Gəlin əvvəlcə bu 2 nəfəri A və B olaraq işarələyək. Yəni A və B nəfəri bu komitədə eyni zamanda, yəni ikisi də eyni vaxtda üzv ola bilməz. A üzv olubsa, deməli B olmayacaq. B üzv olubsa, deməli A olmayacaq. İndi isə gəlin ümumiyyətlə 9 nəfərdən neçə yolla 4 nəfər seçmək olar, onu tapaq. Bunun üçün kombinzon düsturundan istifadə olunur. Kombinzon 9-da 4 yazılır. Ancaq bu yazdığımız düstur bizə bütün olaraq 9 nəfərdən 4 nəfəri, yəni 4 nəfər seçmə yollarını göstərir. Bu yolların içində həmçinin A və B-nin ikisinin də eyni zamanda olduğu hallar da var. Yəni bizim komitə 4 nəfərdən ibarətdir, 4 yer var. Bu 4 yerdən A və B-nin ikisinin də olduğu hallar var bu yazdığımız düsturun içində. Ona görə də bunun üstündən çıxmaq lazımdır. A və B-nin eyni zamanda bu komitənin üzvü olduğu halları. Bunu nətər tapacağıq? A və B tutaq ki, seçilib artıq, yəni 2 yeri tutublar, qalıb 2 yer. Bu 2 yerə neçə nəfər qalıb? Yəni neçə nəfər üzv ola bilər? 9 nəfər var idi, A və B-yə çıxsaq 7 nəfər qaldı. 7 nəfərdən 2 nəfəri seçmə sayını tapmaq lazımdır. Yenə kombinzon 7 nəfərdən 2 nəfər. Və bu bizə artıq doğru cavabı verəcək. Bərabərdir. Düstur belədir. 9 faktorial bölünsün, 4 faktorial vurulsun, 9 çıxılsın 4 faktorial minus 7 faktorial bölünsün, 2 faktorial vurulsun, 7 çıxılsın 2 faktorial bərabərdir. 9 faktorial aşağıda 4 faktorial vurulsun, 9 çıxılsın 4 faktorial 5 faktorial edir. Çıxılsın 7 faktorial bölünsün, 2 faktorial vur, 7 çıx 2, 5 faktorial bərabərdir. İndi 9 faktorial və 5 faktorialı ixtisar edək. 9 faktorial nə deməkdir? 1-dən 9-a qədər natural ədədlərin hasilidir. 5 faktorial isə 1-dən 5-ə qədər natural ədədlərin hasilidir. O halda biz əgər 9 faktorialı 1 vur, 2 vur, 3 vur, 4 və s. və ilaxır vur 9 olaraq yazanda, 5 faktorialı isə onun kimi 1, 2, 3, 4 və 5-in hasılı olaraq yazanda 1-dən 5-ə qədər olan ədədlərin hamısı ixtisar gedəcək. Yəni bunların hamısı ixtisar gedəcək. 9 faktorialdan isə 1-dən 5-ə qədər olan hissə ixtisar olub gedir və deməli 6, 7, 8 və 9 qalacaq. Bunu yuxarıda burada yazacağım. 6, 7, 8 və 9. İndi 4 faktorialla görə nəyə ixtisar edə bilərik? 4 faktorial nə deməkdir? 4 faktorial 1 vur, 2 vur, 3 vur, 4 deməkdir. İndi buradan biz deməli 4 ilə 8-i ixtisar edə bilərik. Buradan 8-də 2 qalacaq. 2 dəfə bunu birbaşa hamısını bir-birinə vursaq, 1 vur, 2 vur, 3, 6 edir. 6 ilə də 6-yı ixtisar etsək, aşağıda heç bir şey qalmır. Yuxarıda isə 7 vurulsun, 2 vurulsun, 9 qalacaq. 7 vur 2, 14 vurulsun 9. Deməli 10 dəfə 9, 90. 4 dəfə 9, 36, 126 edir bu. 126 çıxılsın. Burada da yenə 7 faktorialı 1-dən 7-yə qədər ədədlərin hasilidir. 5 faktorial isə 1-dən 5-ə qədərdir. 1-dən 5-ə qədər olan hissə bütün gedəcək. Burada isə 6 vur 7 qalacaq. 2 faktorial 1 dəfə 2 deməkdir. Yəni 2. 2 ilə 6 ixtisar gedəndə 2, 6-nı 2-yə böləndə 3 qalır. 2-ni 2-yə böləndə isə 1, heç nə qalmadı aşağıda. Yuxarıda 3 vur 7 qaldı. 3 dəfə 7 isə 21 edir. 126 çıxılsın 21, 105. Deməli 105 yolla seçmək mümkündür. Doğru cavab A bəndidir.
32-ci sual. Müsbət hədli BN həndəsi silsilənin hədləri verilmiş bərabərlikləri ödəyirlər. B2 vur B4 bərabərdir 144 və B3 toplayaq B5 bərabərdir 60. Bu silsilənin vuruğunu tapın. Əvvəlcə birinci bərabərliyi köçürək. B2 vur B4 bərabərdir 144. Buradan B2-ni biz B1 vur Q olaraq yaza bilərik. B4-ü isə B1 vurulsun Q üstü 3 olaraq bərabərdir 144. Buradan əgər bu vuruqları vursaq bir-birinə, B1 vurulsun B1, B1-in kvadratı vurulsun Q üstü 3, Q üstü 1 üstəgəl 3 olur, yəni 4 bərabərdir 144. İndi burada B1 və Q-nun üstündə yazılan deməli ədədlər cüt ədədlərdir. Ona görə də biz bunu bu formada yaza bilərik. B1 vurulsun Q kvadrat üstü 2 bərabərdir 144-ə. Buradan B1 vurulsun Q kvadrat bərabərdir 144-ün kvadrat kökünə. Bu isə edir 12. İndi isə keçək ikinci bərabərliyə. B3 üstəgəl B5 bərabərdir 60. B3-ü B1 vurulsun Q üstü 2 olaraq yazaq. Toplayaq. B5-i isə B1 vurulsun Q üstü 4 olaraq bərabərdir 60. İndi burada ortaq vuruğu mötərizənin xaricinə çıxardaq. B1 vurulsun Q kvadrat ortaq vuruqdur. Mötərizənin xaricində yazdıq. Qaldı 1 üstəgəl Q üstü 2 bərabərdir 60. B1 vurulsun Q üstü 2 biz bilirik ki 12-yə bərabərdir. Ona görə də birbaşa burada bu ifadənin yerinə 12 yazaq. 12 vurulsun, deməli 1 üstəgəl Q kvadrat bərabərdir 60. İndi mötərizəni gəlin belə edək. Mötərizədə yazılan ifadəni saxlayaq. 1 üstəgəl Q kvadrat bərabərdir 60 bölünsün 12 olur. 60 bölünsün 12. Bu isə 5 edir. Deməli 1 üstəgəl Q kvadrat 5-ə bərabərdir. Q kvadrat bərabərdir 5 çıxılsın 1, yəni 4. Q kvadrat 4 olarsa Q bərabərdir ya 2 ya mənfi 2. Bizə demişdi ki, müsbət hədlidir. Ona görə də mənfi götürməyəcəyik. Müsbət olacaq. Q olacaq, deməli 2. Bizdən də elə silsilənin vuruğunu soruşur. Ona görə də doğru cavab B bəndidir. 33-cü sual. Y bərabərdir fx funksiyası həqiqi ədədlər çoxluğuna təyin olunmuş cüt funksiyadır. Cüt və dövri funksiyadır. Və bu funksiyanın dövrü 2-yə bərabərdir. Qrafiki isə, deməli bu funksiyanın qrafiki 0,1 segmentində Jx bərabərdir 2 vurulsun x çıxılsın 1 üstü 3 funksiyasının qrafiki ilə üst-üstə düşür. Bizdən f1,5-in nəyə bərabər olduğunu soruşur. Deməli f1,5 bərabərdir. Əvvəlcə biz bilirik ki, bu funksiya cüt funksiyadır. Cüt funksiya o deməkdir ki, mən f1,5 deməli f1,5-i f-1,5 olaraq da yaza bilərəm. Cüt funksiyalarda qarşısına mənfi qoyanda arqumentin eyni qiymət verir deməkdir. Ona görə də f1,5 bərabərdir f-1,5-ə. Bu isə öz növbəsində bərabərdir. Bizə verilib ki, bu fx funksiyası eyni zamanda nədir? Dövrü funksiyadır. Və onun dövrü 2-yə bərabərdir. Deməli, mən f-1,5-in üstünə 2 gəlsəm, alacağım cavab elə f-1,5-də aldığı qiymətlə eyni olacaq. Deməli, bu olacaq f-1,5 üstəgəl 2 edir 0,5. Bu isə bərabərdir. Bizə verilib ki, bu f funksiyası 0,1 segmentində Jx funksiyası ilə üst-üstə düşür. Deməli, mən f0,5 yerinə yaza bilərəm J0,5. Bu isə asanlıqla tapılır, çünki Jx-in düsturu bizə verilibdir.
Ona görə də j 0,5 bərabərdir. 2 vurulsun. Mötərizə açdıq. X-in yerinə yazırıq 0,5. Çıxılsın 1. Bağladıq. Üstü 3. Bərabərdir. 2 vurulsun. 0,5 çıxılsın 1 edir. Mənfi 0,5. Üstü 3. Bərabərdir. 2 vurulsun. Mənfi 0,5-i biz gəlin mənfi 2-də 1 olaraq yazaq. Üstü 3 bərabərdir. 2 vurulsun. Mənfi 2-də 1-in kubu mənfi deməli 8-də 1 edir. Bu isə bərabərdir. 2 və 8-i ixtisar etsək 1 və 4 qalır. Deməli mənfi 4-də 1-ə bərabərdir. Doğru cavab D bəndidir.